videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, xoş gördük. Hər birinizin hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, mən bu günləri Sahatlı rayonundan bütün Sahatlıları salamlayıram. Bütün Azərbaycan xalqını salamlayıram. Və bu günlərim bizim kanalımızda daimi ehtiyacı olan insanlara öz yardımın eləyən Həci Sahil qardaşımız gildəyəm. Bu günlərim Həci qardaşımızın övladının məclisidir. Allah xoşbaxt eləsin. Allah Taala oğullu qızlı eləsin. Gün o gün olsun. Həci qardaşımız gələn il nəvə qucağına alsın. Və buradan bütün izləyicilərimizin hər birinə xahiş eləyirəm. Hərə girib bizə kəlmə Həci qardaşımıza xeyir dua verər. Allah balanı xoşbaxt eləsin. Bu günlərim Həci qardaşımızın qızının məclisidir. Allah Taala bəxtlərin, talihlərin yaxşı versin. Allah bütün balalara toy qismət eləsin. Övladı olmayan qardaşlarımıza, bacılarımıza da Ulu Tanrımızdan övlad nəsib olmağını arzu edirəm. Allah bütün subaylara toy qismət eləsin. İnşallah gözəl dostlarımız, gözəl qardaşlarımız videomuzu izləyərsiniz və bəyənərsiniz. Allah xoşbaxt eləsin və buradan elə fürsətdən istifadə edib Saatlıda bizim bir xeyriyyətçi qardaşımız da var. Beyrək qardaşımız. Onu da salamlayıram. Allah onu da balalarına toy qismət eləsin inşallah. Həzi qardaşımız öz maşını ilə gəlir. O da mənim mikroavtobusumdur. Həzi qardaşımız özü gəlir. Salam aleykum qardaş. Allah balanı xoşbaxt eləsin. Sağ ol qardaş, Allah razı olsun. Allah kömək etsin. İstədim ki, Həzi, bizim izləyicilərimiz qoy görsünlər də Həzi qardaşımızın üzün. Deyir o yiğidin adını eşidir, özün görməmək bir günahdır. Allah razı olsun. Sağ ol. Allah sənin balanı xoşbaxt eləsin. Allah bütün balalara qismət eləsin. Amin, gözə görünməz Allah Taala. Bütün subaylara qismət olsun. Allah razı olsun. Həzi qardaşımızın da balası xoşbaxt olsun, gün o gün olsun. Gələn bu vaxtı bir toxuşmuş nəvən olsun. Sağ ol, Allah razı olsun. Gəl səni dəqiq. Salam qardaş. Şirəli. Həmişə manqalı xeyir işlərdə asılsın inşallah. Yo, TikTok deyil. Sahatlının yaşa çayı var. Həmişə məclislərdə xeyir işlərdə. Sağ ol. Baba gözün aydın ay baba. O biri nəvələrinə də qismət olsun. Amin, amin. Amin inşallah. Allah xoşbəxt etsin. Çox sağ ol qardaş. Daha qoy çəkilişlər düşdün. Kimə əvəzdən verirsən bax onu? Kimə əvəzdən? Ha, dayı olanı oradadır. Cebin dolu olsun ay dayı oğlu. Allah mübarək eləsin. Tamam. Sağ ol, hamısına payladım. Oldu, askerden gireceğim. Gözünüz aydın əmi. Salam deyil. Sağ ol, sağ ol. Allah kömək olsun. Subaylarınıza qismət, balalarınıza qismət olsun. Sağ ol əmi, Belə sağ bir ol. şadlıqlar, gözəl bir şadlıqlar. Sizin də həyatınıza qismət olsun. Amin. Həzi qardaşımın həyatına həmişə xeyir işlərə gələk. Amin. Allah mübarək eləsin. Xoşbəxt eləsin. Hər iki ailəyə xoşbəxtlik gətirsin. Amin. Amin. Allah can sağlığı, ömür,
Ne qədər ki ilahi ömür bəxşeyi, onu xoşbəxt yaşayıb bir yerdə yaşamağa amin. Amin. Bir daha Allah mübarək eləsin. Allah siz kimi gözəl Razı olsunlar. nurani ağsaqqalları da bax bu cavanların üstündən əski eləməsin. Həmişə ağsaqqal kimi başda oturasınız. Çox sağ olun. Sağ olun ağsaqqal, sağ olun, var olun. Allah kömək olsun. Çox sağ olun. Allah bütün balalara toy qismət eləsin. Bax bizim kanalımızda gözəl yardım edən qardaşlarımızın balalarına həmişə toy qismət olsun. Bütün Azərbaycan xalqının balalarına toy qismət olsun. Bəh. Çavaf qanlı git canlı. Gözəl izləyicilərimiz, gəldik bu günləri Həzi qardaşımızın məclisində də iştirak elədik. Allah mübarək eləsin, Allah xoşbaxt eləsin. Elə özümü böyük bir boş bildim ki, bir balaca anonos çəkəm. Çünki Həzi qardaşımız hər zaman kasıblara yardım eləyən qardaşdır. Elə mən istədim ki, bu elə bizim izləyicilərimiz də Həzi qardaşımın balasına öz xeyir duasını versin. Bütün izləyicilərimizin adından Həzi qardaşımıza göz aydınlığı verirəm. Kanalımızın gözəl ağsaqqalları adından, Ağbirçək analarımızın adından, bacılarımızın adından Həzi qardaşımıza göz aydınlığı verirəm. Allah mübarək eləsin. Allah oğluna da qismət eləsin qardaş. Qardaşımız gəlir. Bu da oğlan evidir gəlir.